Bəzi insanlar sırf tərəzidəki rəqəmləri daha aşağı görməkdən ötürü demək olar ki, hər şey eləyirlər. Ancaq bu etdikləri hər şey heç də məqsəd yönlü olmur. Sidikovucu arıqlama çayları, sena çayı, aclıq otu, bunların hamısı süni olaraq sizin bədən kütlənizi aşağı sala bilər. Ancaq gəlin görək nəyin hesabına? Bədəninizdə onsuz da az olan suyun bədəninizdən xaric edilməsi hesabına sizi müəyyən qədər tərəzidə aşağı ölçüdə göstərəcək. Lakin bədənimizə vurduğu ziyanlar, böbreyin disfunksiyası, tənbəl bağırsaq sindromunun yaranması, bütün bunların hamısı içdiyiniz aclıq otu, sena çayı və arıqladıcı, sidikovucu arıqlama çaylarının etdikləridir. Siz əgər hər gün aclıq otu içirsinizsə, bir müddət sonra sizin bağırsaqlarınız demək olar ki, dayanacaq. Çünki bədənə artıq onları işlətməyə ehtiyac yoxdur. Aclıq otu onsuz da onları işlədəcək. Bu isə dediyim kimi tənbəl bağırsaq sindromudur. Bu içdiyiniz preparatlar və çaylar sizdə asıllıq yaradır. Bir müddət sonra bunlar olmadan heç bir şey edə bilməyəcəksiniz. Mən əminəm ki, bu videonu axıra qədər izləyən insanların içərisində tənbəl bağırsaq sindromunu yaşayan ən azından 10%, 20% əhali var. Bu kimi videolar sizə maraqlıdırsa, videonu yadda saxlamağı və kanalımı izləməyi unutmayın.